bir dənə nüans var da, baxın. Ya əgər olarsa, bax mən istəyirəm mənim bir mətbəxlə bağlı bir belə deyim də praktikam olmuşdu. Yəni biz təmir eləyəndə bu mətbəx hissəsi artıq gəldi çıxdı ki, yəni düzmək lazımdır, dizayn vermək lazımdır ki, görək nə olur. Siz təsəvvür eləyin ki, mənə yəni 3000-dən 15000-ə kimi müxtəlif qiymətlər dedilər. Hamısı da demək olar ki, eyni şeyi göstərir mənə. Bax mən bilmirəm, yəni baxıram ki, yəni bunun nə fərqi var bunun arasında? Əslində onun fərqini yaradan mən sizə deyim. Bir materialdır, bir də mexanizmdir. Bu iki dənəsi vurğulayıcı elementlər. Mexanizmlərin sayı artdıqca mətbəx mebelinin tək mətbəxdən söhbət getmir. Mebelin qiyməti qalxır. Yəni mexanizm nədir ümumiyyətlə? Mexanizm odur ki, bizim gündəlik, yəni o mebelin özünün funksionallığını artıran elementdir. Mexanizm bizim mebellə olan münasibətimizi və yaxud da ki, mebeli olan yanaşmağımızı və bizim həyat tərzimizi asanlaşdıran bir prosesdir. Mexanizmlərin yerləşdirilməsi və doğru yerləşdirilməsi bizdə olan həm məhsulları hardan götürüb harda qoymalıyıq, həm məhsulların ortalıqda qalan, geyimlərin ortalıqda qalan hissəsinin bir növ yığılma prosesidir. Yəni aksesuarlıq var. Aksesuarlıq bölməsində məsələn istifadə olunur, kişilər üçün ayrı aksesuarlıqdan istifadə olunur, qadınlar üçün ayrı. Çünki bölgüləndirmədə ideal şəkildə bölgüləndirmə eləyiriksə, bu xitab etməlidir bəyə və ya xitab etməlidir xanıma. Okay. Bu da sadəcə olaraq boru atdım içinə, polkaları qoydum, rəfləri düzdüm. Bu şəkildə işləmir. Mexanizm əlavə olunur onun üçün ki, həm içəridə və dolabın özünün içində bir qəşəng bir görüntü olsun, həm dağınıqlığın qarşısını alsın, həmçində xidmət göstərsin. Dolab özü doğru şəkildə xidmət göstərsin. Həm də istifadə olunsun da belə deyil. İstifadə olunsun. Bəs necə? Yəni biz necə mənzili planirovka eləyəndə deyirik ki, hər bir kvadratını ideal şəkildə bölgələndiririk ki, müştəriyə xidmət eləsin. Eyni şəkildə də, eyni prosesdə də bu dolablara aiddir, mebelə aiddir. Yəni düşünün ki, biz bayaqdan sərt mebel haqqında danışırıq. Eyni şey də yumşaq mebelə aiddir. Yumşaq mebelin sərtlik dərəcəsi müştəriyə uyğun seçilir. Yəni, məsələn, tutaq ki, ona deyirik biz maçalka, qubqada, o qubqa nümunəsi, bir neçə dənəsi sizə verilir və siz onun üzərində əyləşəndə sizin xarakteriniz uyğun olaraq seçilir o. Yəni, eləsi var ki... Demək onu elə eləmək olur, seçmək olur. Əlbəttə, təbii ki, onun konstruksiyası, alt konstruksiyası elə yığılır ki, tamam, o qubqanın ömrünü uzatsın. Amma o qubqanın yumşaqlıq dərəcəsi, o sizin artıq öz seçiminizdir. Mən heç vaxt elə sifariş eləməmişəm. Məsələn, elə qubqa var ki, elə bir ki, qucaqlayır divan sizi. Həqiqətən də qucaqlayır. Eləsi də var ki, ümumiyyətlə, oturursunuz sərt bir şəkildədir. Bəzən fikir vermişsiniz yoxsa yox, mebel seçiminə gedəndə çox vaxt olur. Oturursun, sonra başlayırsan üstünə toxunmağa. Bu niyə bu qədər sərtdir və ya niyə bu qədər yumşaqdır? Bu, əslində, nəticə etibarı ilə qiymət fərqi o qədər də çox yoxdur aralarında. Amma o xarakterə uyğun seçilir. Yəni elə müştəri var ki, daha yumşaq bir şəkildə mebel sifariş verir, eləsi var ki, daha sərt şəkildə.